Turan bəy bu kiçik ancaq mənası, mahiyyəti böyük otağa bir növ Əzizə xanım Cəfərzadənin ev muzeyi də demək olar. Çünki çox nəfis şəkildə, səliqə ilə bu evdə Əzizə xanıma aid olan çox detallar var. Hər birisi o böyük qələm adamından soraq verir, o alimdən soraq verir. Və yeri gəlmişkən elə burada sizə minnətdarlıq eləyim ki, nə yaxşı ki, bu kiçik muzeyi qurmusunuz ona, hər bir şeyi nizamınca, qaydasınca sazlayıb, düzəldib, asmışsınız burada. Demək olar ki, bütün burada Əzizə Cəfərzadənin, eləcə də onun qardaşları Məmməd, Əhməd müəllimlərin, hər ikisinə aid, hər üçünə aid, nəslə, şəcəriyə aid olan hər şey bu otaqda var. Və çox sağ ol ki, bunu səhmana salıb düzəltmişsiniz. Bu bir tərəfi. İkinci böyük tərəfi isə Əzizə xanım sağlığında çox çap olunan populyar yazıcı idi, elm adamı idi, professoruydu, Bakı Dövlətin müəllimi idi, professoruydu. Yəni, bəs qədər populyar idi. Dövründə çap da olunurdu və sevilirdi də. Sizin böyük xidmətiniz ondan ibarət oldu ki, dünyasını dəyişəndən sonra onun çap məsələlərini, onun əsərlərinin bütöv, yenidən təkmilləşmiş nəşrini həyata keçirdiniz. Oxucuların ixtiyarına verdiniz. Bu artıq sizin xidmətinizdir. Bu mənada sizə də böyük bir minnətdarlıq düşür. O ənənənin davamçısı kimi. Çox sağ olun Abdu müəllim, yenə də bu otaqda görüşdüyümüz üçün. Əlbəttə ki, Əzizə ananın siz saydınız, onun görünən tərəfləri, görünməyən tərəfləri də var idi və ya görünənlər, yaddan çıxanlar onun radio televiziya ilə vaxtında çox əlaqələri var idi. Radio piyesləri, televiziya tamaşaları, klassik irsimizdən apardığı verilişlər, müəyyən verilişlərin aparıcısı kimi. Yəni, çox sayda bir işləri də var idi. Qadınlar Şurasının sədri olub vaxtında 10 ilə yaxın. Bizim milli azadlıq bu hərəkatında fəal iştirak edib, yaşından asılı olmayaraq o işlərdə çox fəal iştirak edib.
Əzizə ananın bir sıra əsərləri son dövrlərdə artıq latından çap olunmuşdu. Birinci bəlkə də əsəri Zərrintaç Tahirə əsəri elə o vaxt 96-da latın qrafikası ilə çap olunmuşdu. Sağlığında. Sağlığında. Aha. Sonra bir neçə əsərləri ki mən çap elətdirmişdim sağlığında, onlar da latın qrafikası ilə çıxmışdı. Prezident fərmanı ilə onun 3 kitabı, Aləmdə Səsim Var Mənim və Eldən Elə əsərləri çap olunmuşdu. Hərədən 1-2 kitab çap oluna bilərdi, hər şey olmazdı. Bir də Azərbaycan Aşıq və Şair Qadınları kitabı ki var idi, onu antologiya formasında çap olunmuşdu. Yəni 3 kitab da elə çap olunmuşdu. Ondan sonra biz və nəşriyyatlar və burada mənə çox yardımcı olan nəşriyyatlar var. Düzdür, onlar satış üçün çap eləyirlər, amma çox sağ olsunlar ki, bu işi fəal görürlər. Əsas fəal gördükləri Xan nəşriyyatı idi ki, onun 5 kitabını çap eləyib və Bakı 1501 demək olar ki 16-cı ildən 15-dən başqası çap eləmiş, 16-cı ildən bəri hər il çap olunur. Eləcə Gülüstandan öncə və s. Amma Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun yayımları var və onlar da artıq 8 kitabı Əzizə ananın kitablarını çap elətdiriblər və bu kitablar çox maraqlı kitablar əmələ gəlib. Çünki bəzilərində biz onları tam senzurasız, senzuranın kəsdiyi variantları geri qaytarmağa çalışmışıq. Bunlardan biri Aləmdə Səsim Var. Hamının, heç mənim özüm də bilməzdim ki, Aləmdə Səsim Var Mənim kitabından da nəsə kəsilib. Bu kitabı nəşrə özüm hazırlayanda, burada gördüyünüz kitabların içində ana kitab nəşr olunandan sonra da korrektura eləyirdi mənim üçün, saxlamaq üçün. Və orada 6 yerdə qeydi var ki, buradan kəsilib, senzura kəsilib. Və mən 2 ilə yaxın onun kəsilən yerini axtarmağa əlyazmalardan çalışmışdım. Sonuncu anda tapdım və bəlkə də Aləmdə Səsim Var Mənim qədər, elə bu kitabın dəyəri qədər o 3-4 səhifədə məlumat var idi ki, onları burada bərpa eləyə bildik. Bu, ona görə biz üzərində bunun tam nəşri yazmışıq. Burada Fuad Manafov da çox qəribə bir şəkil də çəkib Seyid Əzimin. Mən belə biraz kompüteri yaxınlaşdırıb baxanda bu Seyid Əzimin alnında olan o qırışları görərsən ki, bu xalqın dərdini nə qədər çəkmək olar, bu baxımdan çox maraqlıdır. Mimta yayımları bir də eyni şəkildə Vətənə Qayıdı çap eləyib. Vətənə Qayıdı romanı Rusların ilk gəlişi ilə əlaqədar Nişat Şirvani haqqında romandır. Ümumiyyətlə mühit, Şamaxı mühiti və s. Amma bunun içərisindən də bir Qəbulə xanım obrazı var idi ki, o dövrdə Ruslarla çarpışmışdı və 22 Rus zabitindən, gəmidə gəlmiş 22 Rus zabitindən 21-ni öz adamları ilə öldürmüşdü və biri yaralı qaçmışdı. Yəni bu xanım haqqında məlumatı ana əslində Sankt-Peterburqdan gətirmişdi. Arxivdən. Məktubları var. 1-ci Pyotrun buradakı General Matyushkinə yazdığı məktub var. Amma bu kəsilmişdi. O dövr ana ağlamsıdır da ki, bu kitabım da məhv oldu. Amma bunu saxladıq və bunu bərpa elədik. Bu kitab da ortaya gəldi. Və bir sıra başqa kitabları da dediyim kimi 8 Mimta yayımları 10 kitaba çatdırmağa çalışır. Başqa nəşriyyatlarla da Sabir kitabı çap olunub Çapar nəşriyyatında və s. Amma mənim özümün başladığım 2021-ci ildə seçilmiş əsərləri oldu. Bədii əsərlərini çalışırdım. O əsərlər ki, nəşriyyatlar çap eləyir, mən daxil eləməmişdim. Ona görə seçilmiş əsərlər elədim.
Onlardan da 17 cilt çap eləyə bildim. Və çox maraqlısı odur ki, bu kitabların içərisinə ananın heç vaxt çap olunmamış 10 romanı daxil olundu. Bunun içərisinə 40-dan çox çap olunmamış hekayəsi daxil olunub. Bura senzuranın vaxtında qadağan elədiyi bir əsəri daxil olunub. Qobustan çökəklərində deyilən adlı bir romanı var. Çünki orada da ermənilərin 18-ci ildə Şamaxıda elədiyi qırğın haqqında danışılır. Sonra həmin o daşnaq ermənilərin milis orqanlarına gidib yenə döyüş işlərini gördükləri haqqında danışılır. Bu idi. 17 cild biz bunu çap elədik. Burada əlbəttə ki, Türkiyədə yaşayan həmyerlimiz professor Pərvanə Bayramın böyük rolu var. Ondan sonra Vaqif Sultanlı daim nəzarətdə bizi saxlayır, çalışır, istiqamət verir. Və sair adamlar da bu işə çox yardımı. Amma bu mənim öz çap elətdirdiyim idi. ...50 yaşına qədər demək olar ki, əsasən elmlə məşğul olmuş adamdır. Demək olar ki, bədii fəaliyyəti elmini pərdə arxasına çəkmişdi. Həm də elmdən çıxıb getmişdi deyə, əsasən getmişdi deyə daha o əsərləri çox çap olunmuyor. Elmi əsər adına 2 dənə Bakı Dövlət Universitetinin nazik kitabçaları vaxtında çap olunub. Amma indi biz 12-15 cild baxır qalınlıqlarından uyğun olaraq kitab çap eləməyə başlamışıq. Elmi kitabları. Elmi kitabları və bunlardan artıq 3-ü çap olunub ortadadır. Bu kitabları başlamışıq və ilk cild Tacir Səmiminin redaksiyası ilə olunan Aşıq yaradıcılığının tədqiqinə həsr olunmuşdur. Bilirsiniz ki, Əziz Ananın Azərbaycan Aşıq və Şair Qadınları kitabı çox məşhurdur, çap olunub. Amma aşıqlar haqqında olan məqalələri rus demişkən orada-burada dağılıq şəkildə, qəzetdə, filanda ya çap olunmamış, ya hardasa çıxış şəklində olduğu üçün çapdan kənardaydı. Biz burada toplamışıq və elmi məqalələri də var aşıq yaradıcılığı haqqında. Şirvan Aşıq Məktəbi haqqında geniş məqaləsi var və qadın aşıqlar haqqında geniş məqalələri var. Bu kitabda toplanılıb. İkinci və üçüncü cildlərin redaksiyasını Pərvanə Bayram eləyib və bunlar Əziz Ananın ilk elmə gəldiyi dövrün kitablarıdır. Nəcəf bəy Vəzirovun dramaturgiyasının xüsusiyyətləri və eləcə də 19-cu əsr Azərbaycan ədəbiyyatında maarifçi ziyalı gənc surətləri. Bilirsiniz ki, Əziz Ana 38, 39, 40-cı illərin əvvəlinə qədər pedaqoji texnikumda oxuyub və bu dövrdə pedaqoji məktəb adlanırdı sanki o və teatr məktəbində oxuyub. Və ona görə onun üçün paralel ikisində oxuyub, ikisində də əlaçı olub və deyirdi ki, bu iki əlaçı təqaüdü, verilən təqaüd, o elə bir yaxşı işdən daha yaxşı idi. Çünki o dövrdə artıq atası rəhmətə getmişdi, anası hələ işləmirdi və yük onun belində idi, qardaşları da kiçik idi. Və ona görə görürsünüz ki, ilk bu kitabı da bilavasitə teatr tənqidçisi deyə bilər. Ədəbiyyatla teatr tənqidi arasında bir əsərdir və çox da qüvvətli. Təsəvvür edin ki, Nəcəf bəy Vəzirovun dramaturgiyası xüsusiyyətləri onun diplom işidir. Və Əli Sultanlı, professor Əli Sultanlı rəyin üstündə əla qiymətdən başqa onu aspiranturiyada saxlamaq lazımdır, yazıb və qeyd edib ki, bu əsər bu şəkildə elə çapa gedə bilər. Yəni böyük kişidir, Əli Sultanlı rəhmətli, böyük adamlardır. Danışdığınız Əzizə xanım, Əli Sultanlı doğrudan nəhənglərdir. Təsəvvür edin ki, Əzizə ana bilirsiniz ki, universitetdən 3 dəfə qovulub, birinci 3-4 ayın içində bərpa olub sonra eksternə. Bunları danışmışam aşağısa. Yəni 6 aya da eksterndən qutarıb universiteti. Amma
belə problemli tələbədə deyərsən ki, 3 dəfə qovulacaq. Bunu aspiranturaya saxlamaq lazımdır, yazmağa da ürək lazımdır. Hə, damar. Hə, Qiymətləndirmək lazımdır və onun əsərinə yazasan ki, yox, bunu sən çap eləyə bilərsən. Çünki onlar böyük fədailər idi, elm, sənət fədailəri idi. Əli Sultanlı da o dövrün bir çox, Cəfərxandan rəhmətlikdə bir çox. Hamısı ilə danın Mirzə Feyzullah da oradaydı. Feyzullah Qasımzadə də bəli. Bu adamların hamısının əlindən su içib. 3-cü cilddə qəribə tarixçəsi olan 19-cu əsrdə Molla Pənah Vaqif ədəbi məktəbi deyilən bir elmi əsərdir. Bu əsər əslində bir arxada qoşması da var idi. Bu qoşmasında şeirlər toplusu idi, 350 səhifə. Amma 600 təxminən 50 səhifəyə yaxında bunun tədqiqat hissəsidir. Nəsə, orada bir xəyanətə uğrayıb və səs vermə vaxtında yeşikdən tamam sıfır səs çıxıb, sonra bunu ilə Əziz ana faktı ki 5 ildə geri qalıb. Bilirsiniz ki, birinci kitabı 48-də yandırılmışdı. Sonra da qardaşı xalq düşməni kimi kiçik qardaşı Əhməd tutulmuşdu. Ona görə 15 il ədəbiyyatdan kənarda qalmışdı. 5 ildə beləcə təzədən bu işlərdən kənara qaldı. Amma o ruhdan düşmədən işlədi. Amma bu əsər özü-özlüyündə mənim ürəyimdə belə bir qara yara kimi qalmışdı ki, bunu mən haçaqsa çap elətdirməliyəm. Orada Qasım bəy Zakirə də, Molla Cümiyə də, Aşıq Ələsgərin özünə çox böyük yer verib. Bir çox bizim Aşıq yaradıcı. Aşıq Pəri. Burada Aşıq Pərini daha sağa, sola incələyib hər cürə. Ona görə bu da çox bir dəyərli bir kitabdır və deyim sizə ki, bu 3 kitabı görən alimlər çox belə təəccübləndirirlər. Tək bizi yox, doğrudan da ki, yəni var, sevinən də olar. Əlbəttə sevinirlər ki, bu ortaya gəlib çıxıb. Bu cildlər təxminən 12-15 cild olacaq yəqin ki, bundan sonra Əziz Cəfərzadənin klassik ədəbiyyata dair məqalələri. Füzulidən bir 10-dan çox məqaləsi var, elmi məqaləsi. Sabirdən bir 10-dan çox məqaləsi var. Belə də, belə klassik hissdən Nəsimidən tutmuşuzu bəri, kimdən istəsəz yazıb və çox. Ondan sonra Cənub ədəbiyyatı haqqında yəqin bir cild olacaq tədqiqi. Müasir ədəbiyyatdan bəlkə 2 cild çıxdı, bilmirəm, tənqidi məqalələri. Özü çox böyük bizim xalq yazıçıları kitabı çıxanda, məsələn, Mehdi Hüseyn kitabı çıxanda Əziz Cəfərzadə ondan tənqidi məqalə yazır kitaba. Mirvarid Dilbazi yaşca da bundan çox idi. Yəni sayılan yazıçılar özlərinə belə şərəf bilirdilər ki, Əziz Cəfərzadə yazır. Yəni bu gənc olmağına baxmayaraq. Və ona təbii onun istedadı əl verir. İndi Turan bəy söhbət eləyirsiniz, 15 il yaradıcılıqdan geri düşdü. Belə deyək, 5 ildə bu elmi əsərlər yazmaqdan 20 il, üstə 20 il. Ancaq bunun demək qaynayırmış ki, o arada itən vaxtı bu oturmaqla, işləməklə doldurdu, o boşluğu doldurdu. Özü deyirdi ki, mən geriyə baxmağa qorxuram. Yəni, nə qədər iş gördüyümü görəndə çox qorxuram. Doğrudan da, indi mən sizə çəkilişdən öncə göstərdim. Bunun aspirant dövründə yəqin, ya tələbə dövründə yazdığı qeydləri. Təzə tapmışam o dəftəri, kitabların arasına qarışmışdı, cildlidir. Və görürsən ki, bu Rusca, Azərbaycanca, ərəb əlifbası ilə olan o məqalələr necə tapıb detallı, 23, 24, 25 yaşında bu necə detallı onları bir-bir analiz edir. Baza yığırdı, orada növbəti əsərlərə qayıtmaq üçün, növbəti əsərləri işləmək üçün qeydlərdir. Bəlkə onu eləyəndə bu sadəcə bunun elmi tərəfinə baxırdı. Demək, bu enerji ilə ki işləyirdi, o siz demişkən, o boşluğu doldururdu o. Arxaya baxanda ona görə qorxurdu ki, bu boyda ziddiyyətlərin içindən, bu boyda yazılarla, bu boyda əsərlərlə çıxmaq doğrudan böyük bir məsələdir. Doğrudan ağır bir işdir. Təbii ki, ağır bir işdir. Bilirsiniz necədir? Bir də hələ onu da deyim ki,
Bu əlyazmalar fondu qabaq var idi, institutu. 17 il orada işləyib və böyük materialları bədii fəaliyyəti üçün oradan yığıb. Və bu da böyük iş idi. Amma o da sona çatmadı. Çünki biraz ilk elmlər doktoru idi. Orada düzdür vəzifə həvəsində deyildi, amma kimsə nəsə kimisə harasa vəzifəyə qoymaq istəyirdilər. Ona görə elə elədilər ki, Əzzana ərizə yazdı. İlk elmlər doktoru bir il işsiz qaldı. Və Əzzana sonra Mirzəlal Paşayevin rəhmətliyin öz müəllimi də olub. Onun kafedrasında işə başladı, öz ixtisasından başladı dəstəməyə. Bilirsiniz, deyirlər hər ziyanda bir xeyir var. Bu ziyanda bilirsiniz nə qədər xeyir vardı. Əzzana 8-9 saatlıq işdə, iclasda bu oldu. Öz Əzzana deyirdi ki, o vaxt filologiya, zat, əyani şöbələr çox tapşırıqlı, filan kəsin qızı, filan kəsin oğlu, filan belə. Nə üçün ən yaxşı oxuyan tələbələr elə axşam tələbələrdir və ya qiyabiçilərdir. Onlar deyir, məsələn, kitabxanaçı. Kitabxanada bilavasitə işləyir, gəlir oxuyur. Yəni, o işi bilənlərdir. Ona görə onu sevirdi və ona xeyli boş vaxt əmələ gətirirdi ki, ədəbi əsərlərini yazmağa böyük bir imkan yaratdı. Burada Məhəmməd Füzuli ilə bağlı burada əsərlərini görürük, Füzulinin. O 1-2 cilddir, yoxsa Əzzə xanım Cəfərzadənin? O 1-2 cilddir, yoxsa ayrıcadır? Bu, Əzzana həyatının son dövründə mən onun saqqızını oğurladım ki, gəl Füzulidən sən bu qədər elmi məqalə yazmışsan, amma Füzulidən bir roman nəşi yazmamışsan. Dedi, valla vaxtında qorxdum. Qorxdum. Özü əlimizdə nə var axı yazam? Mən də İngiltərədə işlədiyim vaxt idi. O dövrdə İngiltərədən yığdım bir xeyli material gətirdi. Və Əzzaniyə o mövzuda 11 dənə məktubum var. Sizin məktubum? Mənim məktubum. Bunu yaza bilərdi. Özü də deyir ki, nə tapacam? Deyirdim ki, sən həmişə şairlərin əsərlərlə vətənə qayıdı yazanda Nişad Şirvanın əsərindən çıxış eləyib yazırdın. Sabirdə əsərindən çıxış eləyib, Seyid Əzimdə eləcə, burada da həmin ki, nəsə bir xeyli, o qədər də mən görürdüm əsəri ki, deyirdi, bu qədər görürsəniz otur yaz da. Deyirəm, bu mən girən ki oldu elə. Sonra bir qəribə də ipucu oldu ki, Əzzana 96-cı ildə Türkiyə sonuncu dəfə getmişdi. Və oradan qaydanda gördüm, əl çantasından bir ağır kitab çıxardır. Qalın, hündür, enli. Baxıram ki, bəs niyə onu şeyə verməmisən də, təyyarəyə əlində gətirmisən? Deyir ki, valla bunu sonuncu anda verdilər, vermişdim bagajımı, artıq getmişdi. Və üstündə yazıb, heç bilmirəm bu mühibbi də kimdir. Yəni ilk oxucundur. Sonra məlum oldu ki, bu Sultan Süleyman qanunudur. Hansı ki Füzuliyə 9 axça təyin eləyib, Füzuli onu ala bilməyib və yazıb. Və Əzzana o kitabdan elə şeylər çıxartdı ki, məsəl üçün Sultan Süleyman elə bil ki, bizi üçün Nəsimi kimi, Füzuli kimi, dili bəlli bir şairdir. Türkçəyə tərcümə olundu. Var idi, bəli. Bəli. Təsəvvür edin, Türkçəyə çevrildi. Qəzəllərini tərcümə eləyib qoydular ora. Amma bizdə heç bir tərcüməsizdir. Elə beyti var ki, Sultan Süleymanın, elə bil ki, Füzulinin şeirini götürüb, sözlərin yeri dəyişib oradadır. Yəni, o qədər, yəni bir-birini tanımaqları, o bir şeylər, bu qədər bu zənciri də tapa bildi. Çox gözəl də bir əsər oldu, amma səsdə qalmışdı. Bacım rəhmətli o vaxt oxudu, teatr tənqədçi, dedi, valla qırıq-qırıqdır. Mənim də o vaxt Alaskada işlədiyim dövr idi. Apardım 5-6 ay. Necə ki, kinoda montaj eləmirik. Bu da səs yazısıdır, mən montaj elədim. Bu səs bundan. Bir araya bir cümlə, yarım cümlə ola bilsin də, redaktədə olurdu elə bir şey. Və sonra mən onu 12 nüsxə burada çap elədim və verdim həm Vaqif Sultanlı, həm Buzovnanın Axındı Hacı Soltan oxudu, o da Füzuli
haqqında çox şey eləyən bir xıra adamlar, ailə üzvləri, dostlarım, yəni hərə öz fikirlərini Afaq Ramazanova, Kəmalə bacım oxudu, hərə bir cürə və qəbul olundu və biz bunu çap elədik. Çox gözəl. Vaqif Sultanlı da ön söz yazdı və beləliklə o əsər çap olundu. Bu əsəri mən 2005-ci ildə çap eləmişdim. Füzuli haqqında romanı Eşq Sultanı adlanır. Sonra bunu Mimta Yayımları da çap elədi və bu yaxınlarda keçən ilin axırı, əslində təqdimatı bu il olub. Füzuli haqqında BIP-nin sponsorluğu ilə 2 cild çox böyük bir nəfis kitab çap eləyiblər ki, bu kitabda da Əzzanın romanını, Eşq Sultan romanını tam şəkildə ora daxil eləyiblər. Bu da çox maraqlıdır ki, bu cür maraq var. Demək ki, romanın yazılmağında da sizin müəyyən mənada rolunuz olub. Həm təşviq eləməkdə, həm o mövzuları tapmaqda, həm material tapmaqda. Çünki yaşı 81 idi artıq. Ölümlə qalım arasında bu çırpışaraq yazırdı bunu. Ümumiyyətlə bu ədəbi, mədəni əlaqələriniz necə idi? Qulaq asırdımı sizə, Allah rəhmət eləsin? Ya sizlə nəyisə məsləhət eləyirdi Məzzə xanım? Mən 13 yaşından ona bir referent kimi işləmişəm evdə. Gündə nə yazıbsa, həmin gün oxumuşam. Yəni 25 səhifə yazıbsa 25 səhifə oxumuşam. 15 səhifə yazıb 15 səhifə oxumuşam. Yəni hər gün. Amma 20 yaşına, 21 yaşına çatanda mənə dedi ki, mənim müəllimlərim var idi ki, ya yazıcı yoldaşlarım, yaşdaşandan sonra adlarına layiq olmayan, yəni səviyyələrinə layiq olmayan şeyləri çap elətdirirlər və biz utanırdıq. Heç cürdə heç nə deyə bilmirdik. Ona görə bugündən sonra sənin oxumadığın heç bir şeyi çap elətdirməyəcəm. Və görürsünüz ki, mənim işim xariclə əlaqədar olub, xaricdə işlədim. O həmin dövrdə yığıb, vaxt olub gəlmişəm bir, nə bilim, 200 səhifə var. Vaxt olub uşaqlar göndəriblər, kompüterlə oxumuşam orada. Və o qeydlərimi eləyirdim və o qeydlərə çox qulaq asırdı. Razılaşırdı. Hətta biz bu da İngiltərədə ağlıma gəlmişdi. 98-də ona bir məktub yazmışdım hətta. Ki, bədii yaradıcılığını ümumiyyətlə 4 səhifədə əhatə eləmişdim. Özü çox sevirdi o məktubu. O məktub həmin bu stolunun orta gözündə saxlayır. Deyir, o mənə belə şey verir. Enerji verir o ki, mənim haqqımda nə düşünür. Və onu mən deyirdi ki, nənəm, anam, mən adlı bir roman yazmamısan. Elə oldu ki, qardaşları 99-2000-ci ildə rəhmətə getdi. Ananın 80 illiyi gəlirdi 2001-ci ildə. Nəsə başladı bu yazıları yazmağa və bu yazıları mən İngiltərədə idim deyə çox qarışa bilmirdim. Bacım çox şey eləmişdi. Özüm gələndə oxuymuşdum. Gəldim, bu kitabı yenidən çapa hazırlayanda dostum Fəxrəddin Məmmədov dedi ki, elə bil ki, nəsə burada ilişiklik var. Bir bax da, bəlkə orijinalda başqa cürdür. Orijinalı açdım, gördüm ki, mənim bir 16 səhifəlik qeydlərim var orada. Bunu belə elə, onu elə. Məndən sonra bacım o qeydlər əsasında nəyi anıya elətdirə bilib, indi yaşlı adamdır, bəzisinə sözü keçməyib. Onların bəzisi təkrar yerləri var idi, filan yeri, bəzisini ixtisar elədincə, yenidən nəşrə hazırlayanda onu yenidən redakt elədik. Yəni belə birgə işləməklərimiz var idi. Allah, çox yaxşı. Elə o bəlkə də elə o sevgidir ki, o əsərlərinə o doğma münasibətdir ki, özümdən başqa əsərlərinə onu çap edirsiniz. Yaddan çıxmağa qoymursunuz. Həm də bilirəm içini, harda nəyi var. İçinə də bələdsən. Bələdəm, hə. Məsəl üçün, nə bilirsən. Məsəl üçün, bu yaxınlarda bir yenə elmi kitabların içində hazırlayırım. Görürəm ki, yığıb, toplayıb Şirvan və Şirvanilər haqqında. Görünür, həçaqsa kitaba çevirmək istəyib, sonra gücü çatmayıb. Amma 100-dən çox Şirvani təxəllüslü adam verir. Baxırsan ki, bu Hindistanda yaşayıb, bu Türkiyədə filan həkim olub, bu vəzir olub,
Bunları hardan, necə yığıb, illərlə yığıb. Bir Anladım. neçə il bundan qabaq biz Şamaxıda Mədəniyyət evində böyük bir tədbir elədik. Əzizə Cəfərzadə Şirvan və Şirvanilər haqqında. Qürurla deyə bilərik ki, Cəfərzadələrə yaxşı mənada al da yaraşır, şal da, hər cür tərifə layiqdirlər. Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə əvəzsiz xidmət bu nəslin boyuna biçilib. Yorulmadan, usanmadan ömürlərini bu yolda elə ürəklə xərcləyiblər ki, elə bil həccə ziyarətə gedirlər. Maraqlıdır ki, hər biri istər Əzizə Cəfərzadə, istərsə qardaşları Məmməd, Əhməd Cəfərzadələr olsun, bu yolun daimi və yorulmaz yolcularıdır. Bir məşhur söz var, misal var. Ev yiyəsi, mülk yiyəsi, hanı bunun iç yiyəsi. Ev, mülk gəlir və gedir. Qalan elə bu yazılanlardır, qalan bu elmi əsərlərdir, qalan oxucuya nəyisə diktə eləməkdir. Bu mənada Əzizə Cəfərzadə həmişə diridir, həmişə oyaqdır və həmişə oxucu ilə kontaktda ola bilir əsərlərindən. Və indi həmin kontaktı, həmin əsərlərinin çapını siz eləyirsiniz, yəni siz yaradırsınız. Bu mənada var olun. Qardaşlarına keçək. Hardasa oxumuşam, yadımda qalır ki, mən çox istəyərdim ki, qardaşlarım məni çiynində aparsın. Nə yazıqlar ki, mən olaraq parası oldum. Belə bir qeydi vallah bilmirəm. Var, hardasa qəzet məqalələrində yəqin. Bu mənim belə yadımda qaldı. Təbiidir ki, yaşca bunların hər ikisindən Əzizə xanım yaşlı idi, böyük idi. Və bunların əlaqələri necə idi? Yəni yazı pozu, araşdırıcı. Məsələn, Məmməd müəllim dilçi idi məncə. Azərbaycan dili ilə bağlı. Əhməd müəllim kənd məktəbində işləyir. O rus dilinin tədrisi üzrə müdafiə eləmişdi. Hər ikisi müdafiə eləyib. Bəli, ikisi də elmlər doktorluğu müdafiə eləyiblər. Həm namizədliyi, həm doktorluğu. Amma qəribəsi odur ki, nənədən gələn bu südlə gələn folklor aşiqliyi. Hər biri folklor toplayıb. Üçündə də. Üçü də toplayıb. Məsələn, Əhməd dayımın da bəzi şeylərin 5-6 kitab çap eləmiş, yenə də eləyəcək. Təsəvvür eləyin ki, bu adamın metodikaları olub. Qoca qarıdan kənddə gedəndə neçə dənə bayatı yığa bilərsiniz? Bir dənə, iki dənə yaşmanacaq, oturacaq. Bu neyniyib? Bu uşaqları örgədib, bayatı nədir, tapmaca nədir, qoşma nədir, oranmıya. Sonra yay tapşırığımı verib, yəni necəsə verib, uşaqlar gedib dəftər yazıb gətiriblər. Öyrənib gətirirlər. Çünki nənədən uşaq soruşa bilər. İndi Əhməd dayımın nəvəsi var, Aygül Cəfərzadə. O nənəsindən toplayıb, Zabta Cəfərzadədən. Deyir ki, bir də görürsən ki, dəftəri başlamışdır. Ay Aygül, inək sağmağa gedib. Gəl yadıma düşdü, dəftəri gətir. Gedib orada oturub yazırdım. Yəni, bunlar doğrudan da qəribə şey idi ki, bu cür metodla onları toplayır. Çünki o daim Məmməd Cəfərzadə də deyirdi ki, bu elə nümunələr var ki, folklorun elə nümunələri var ki, heç cür vaxtı gəlməsə deyə bilməzsən. O momenti gəlməlidir ki, mənə bir olsun denən. Uzağı biri yadıma düşər, deyərsən. Amma bir başqa moment gələndə söz özü gəlir. Özü gəlir. Və ya hadisə, lətifə. Məmməd Cəfərzadənin o mən Dənizdən Dalğalar kitabını eləmişəm. Orada nə tema, mövzu? Orada onun şeirləri də var. Onun çox qəribə Qaplan dayının mülkündə o qədər gözəl dili olan, varlı dili olan bir hekayələrdir, xırda ovçu hekayələrdir. Ondan sonra onun içində xalq hekayələri toplayıb. Molla Nəsrəddindən kənarda olan bizim hekayələr. Onların içində biri sevirəm. İki nəfər tənbəl əncir ağacının altında uzanıblar. Biri o birinə deyir ki, nə ola əncirin biri
dişi adamın ağzına, əlin uzatmaq yox ha. Dişi adamın ağzına adam yiyə. O birisi də Allah düşdü ye. Onu kim çeynəyəcək? Yəni o tipdə gözəl, özdə onun toplama qaydası. İndi Tacir müəllim də onu analiz eləyir. Onlar üç haqqında yenə bir kitabı da yazıb. O orada qeyd eləyir ki, o şirinliyi, o folklorun, yəni adam var folklor yığır, amma ona o qədər öz qondarmalarını qatır ki, Orijinal itir. O itir, orijinal itir. O neysə elə bilir ki, düzəltdim, yox körrəyir qoyur ona. Əyir tabi, düzdür, hə. Ananın bu həmin Vaqif Ədəbi Məktəbində bir şair haqqında danışır, Udulu Musa. Udulu Musa həm klassik janrda, həm heca vəznində çox müxtəlif şeirlər yazan bir adamdır, Uduludandır və onun haqqında əlimdə olan evdəki əlyazmalara baxanda məlum olur ki, bu bizim babamızın babasıdır. Ulu babanız. Hə. Və Əziz ana görünür dissertasiyaya salanda bunu sala bilməyib, göz babasından yazmasın. Nədirsə, məsəl üçün onun bir şeiri də var Natəvana. Natəvanın məktubuna cavab kimi. Məktublaşırmışlar onu. Məktublaşıb deməli, şeirləşiblər bunlar. Bu da qəribə bir hadisədir. Yəni ondan gəlir. Atasının da şeirləri oldu. Məhəmməd Cəfərzadənin də şeirləri oldu. Xüsusən o dövrdə bir həcv formasında bir şeiri. Həmişə o Məhəmməd Cəfərzadə deyərdi ki, o şeiri oxuyanda kənddə bizi çıxardırdı otaqdan, nə idisə, ya satirik idi, ya siyasi idi, nə idisə, elə bir şey var idi. Əlbəttə ki, Əhməd Cəfərzadə bilirsiniz, şairliyi var idi, gözəl qəzəlləri də var idi, gənc yaşından başlamışdı və şeir onun başına bəla oldu. Stalinə qarşı yazdığı şeirlərə görə onu tutdular. Məhəmməd Cəfərzadənin də gənclikdə də şeirləri var idi. Həmin o Dənizdən Damğalarda onu da daxil eləmişəm. Sonra da çox qəribə Sabir Sayağı yazdığı satirikdə şeirləri var idi. Çox da belə şirin. Oxumuşam. Bu hardan gəlirdi? Bəyək dediniz. Udulu Musadan, ata tərəfdən, atasının babasından gəlirdi. Mən deyərdim oradan. Nə gözəl. İndi onu bir şəcərələri zadı daxil eləyib. Mən vaxtında o Qaryağdılar nəslinin haqqındakı bir kitab eləmişdim. Məşədi, xanəndə Məşədi Qafar Qaryağdı. O tipdə o şəcərələrlə zadla daxil bir kitab eləmək fikrindəyik Tacir müəllimlə nə vaxtsa inşallah. Bu davam eləyir. Bu yaxınlarda, bu yayda nəvəm Tuncay Əkbərlinin bir 900 səhifəli, 15 yaşındadır o. Onun bir proqramlaşdırma, özünün yaratdığı proqramlaşdırma dili var ki, onu çap elətdirdim. Yəni bu da bir cürə elmə maraqdır, kitaba maraqdır. Mən elmi kitablar, əsərlər desən, onun o xəttidir. Harda oxuyur? O indi tələbədir, hələ 10-cu sinifi oxuyur, amma Şagirddir, bəli. Amma İngiliscə 900 səhifəlik. Özdə bilirsiniz, mən proqramlaşdırmanı bilirəm. Mənim kitablarımı da yığışdırıb aparıb yavaş-yavaş. Amma mən onu təsəvvür eləmirəm ki, mən proqramlaşdırma dili yarada bilərdim. Onu təsəvvür eləmirəm. Niyə yaradım? İngilis düzəldim, Amerikan düzəldim. Amma bu onu fikirləşə bilir ki, biz məsəl üçün sürücü olmayaq da maşının. Bir maşın da düzəldək. Texnologiya. Çox qəribə. O Amerikada da getmişdi olimpiyadaya, orada da gümüş, bürünc medal qazanıb gəlmişdi elmi olimpiyadada. Yəni belə şeylər də vardı. Çox xoş oldu Turan bəy. Çox sağ olun. Açığın deyim, bu yer mənə onsuz da doğmadı. Bu yer də, bu otaq da, bu muzey də.
təki sayalı qədəmli olsun, gəlib gedəni çox olsun və bu balaca muzey böyük bir Əzizə Cəfərzadə adına böyük bir muzeyə çevrilsin.